Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiyai vel murselin. Nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Rabbi şrahli sadri ve yessirli emri. Vahlul ugdeten min lisani yefkahu kavli. Allahümme allimna ma yenfa'una. Venfa'na bima allamtana ve zidna ilmen. وأصلح لنا شأننا كله ولا تكلنا إلى أنفسنا طرفة عين. Değerli, əziz qardaşlar, aləmlərin Rəbbi olan Allaha sonsuz həmd sənalar olsun. Onun sonuncu Peyğəmbəri Muhammed sallallahu aleyhi və səlləmə, onun ailəsinə, səhabələrinə, əhl-i beytinə və qiyamət gününədək onlara gözəl şəkildə tabi olanlara Allahın salavatı, salamı, xeyir, duası, bərəkəti olsun. Həmd olsun uca Allaha. Allah Teala bizləri gözəl, mübarək Ramazan ayında ona ibadət edib, ona itayət etmək üzərə xeyirli, fəzilətli məclis olan iftar süfrəsində cəm edib topladı. Həqiqətən də Ramazan ayında yaşamaq, aləmlərin Rəbbi olan uca Allaha ibadət etmək böyük xoşbəxtçilikdir. Allah Teala'nın haqqında xeyir istədiyi həyatdır. Allah Teala bu İslamı, bu İslamın içərisində olan ibadətləri ancaq sevdiyi, seçdiyi, haqqında xeyir istədiyi şəxslərə müvəffəq edir. Allah Nəbisi Muhammed sallallahu aleyhi və səlləm buyurur ki, Allah Teala dünyanı sevdiyinə də bəxş edir, sevmədiyinə də bəxş edir. Yəni ibadət eləyənə də bəxş edir, asi günahkara da bəxş edir. Amma imanı, amma İslamı, amma tohidi, amma sünnəni, amma namaz qılmağı, amma oruç tutmağı ancaq haqqında xeyir istədiyi şəxslərə bəxş edir. Ona görə də ibadət üzərə olmaq, itaət üzərə olmaq böyük xoşbəxtçilikdir, qiymətli qardaşlarım. Buna görə sevinməliyik, buna görə fərəh hissi keçirməliyik, buna görə şad olmalıyıq. Allahım, mənə nə böyük nimət bəxş etmisən, mənə nə böyük xoşbəxtçilik bəxş etmisən. Mən müsəlmanam, müsəlman ölkədə yaşayıram, müsəlman xalqım, cəmaatım var, oruç tuturam, namaz qılıram, elm öyrənirəm, iftar məclisindəyəm, elm məclisindəyəm. Ya Rabbi, sənə həmd olsun. Nə qədər böyük nimət içərisindəyəm mən. Aləmlər Rəbbi olan uca Allaha şükür etmək. Allah Teala deyir ki, əgər mənə şükür etsəniz, sizə olan nimətlərimi artıraram. Daha da xeyirdə, faydada qalığa apararam. Allah Teala deyir ki, əgər mənə şükür etsəniz, mən sizdən razı qalaram. Razı qaldığım şəxslərdən olarsınız. Ona görə bu nimətə görə şükür eləmək, əziz cəmaət. Bugün ən fəzilətli aydayıq, ən hörmətli süfrədəyik, iftar süfrəsində. Ən savabı, mükafatı bol olan ibadətlər, əməllər üzərəyik. Buna görə sevinmək, buna görə fərəh hissi keçirmək. Allah Teala buyurur, "Qul bi fadlillahi və bi rahmetihi febizalika felyafrahu huve hayrun mimma yecmaun." Bunlar Allahın fəziləti və rəhməti sayəsindədir. O sevinənlər buna görə sevinsinlər. Həqiqətən də bunların hamısı onların məşğul olduğu digər işlərdən daha xeyri, daha fəzilətlidir. Allah Teala buyurur, فَمَنْ يُرِدِ اللّٰهُ اَنْ يَهْدِيَهُ يَشْرَحْ صَدْرَهُ لِلْإِسْلَامِ. Allah Teala kimin üçün xeyir istəyirsə, onun qəlbin, onun köksün İslam'a açır. Namazı qılır, marağı çox olur. Elmə marağı artır, elmə marağı çox olur. Orucu həvəslə tutur. Xeyir əməllərə qəlbi atır. Çünki Allah onun üçün xeyir istəyir. وَمَنْ يُرِدْ اَنْ يُدِلَّهُ يَجْعَلْ صَدْرَهُ ضَيِّقًا حَرَجًا كَأَنَّمَا يَصَّعَّدُ فِي السَّمَاءِ. Amma Allah Teala kimin üçün xeyir istəmirsə, onun qəlbini o qədər sıxır, sinəsini o qədər daraldır, az qalsın ki, səmaya çıxacaq. Əfəmən şərəhallahu sadrahu lil-İslami fəhuv alə nurin min rabbih. Allahın qəlbin İslam'a açdığı şəxs, İslam yəni tövhidə, yəni sünnəyə, yəni namaza, yəni oruca açdığı şəxs Allah Teala tərəfindən bir nur, bir işıq üzərədir. Ona görə əziz qardaşlarım, həqiqətən də sevinməliyik. Allahım mənə möhlət verdin. Allahım mənə ömür verdin, mən Ramazan ayına çatdım.
Ramazan ayında isə mənə sağlamlıq verdin, mənə güc qüvvə verdin, oruç tuturam. Xəstələnmirəm, gücdən, taqətdən düşmürəm, əksinə gümraham, oruç tuturam ya Rabbi sənin üçün. Allah Teala deyir ki, وَاَنْ تَصُومُوا خَيْرٌ لَكُمْ Biləsiniz, oruç tutmaq sizin üçün nə qədər xeyirlidir. Nə qədər xeyirlidir sizin üçün oruç tutmaq. Allah yolunda bir gün oruç tutmaq, əziz qardaşlarım, insanı 70 il cəhənnəmdən uzaqlaşdırır. 70 il. Yəni 2 saat yox, 2 həftə yox, 2 ay yox, 2 il yox, 70 il bir gün oruç o qədər uzaqlaşdırır. Allah yolunda tutulan bir gün orucun mükafatı, Allah Nəbisi Muhammed s.ə.v buyurur ki, Allah Teala həmin adamla cəhənnəm arasında eni yerdən göğe qədər olan bir xəndək düzəldir. Bir gün oruca. Yəni bizim gördüyümüz ən böyük xəndək, ən böyük kanal Qarabağ kanalıdır. 15-20 metr eni var. Bir də mən sizə bir xəndək, bir kanaldan danışıram ki, eni yerdən düz göğe qədərdir. Yəni minlərlə kilometrlər, 10 minlər, 100 minlər. Hələ bir gün oruca bu verilir. Kim Allah yolunda bir gün oruç tutursa, əziz və möhtərəm qardaşlarım, həmin oruc onun cəhənnəmdən qorunması üçün, eləcə də günahlardan xilas olması üçün səbəb olur. Orucunun ağzından gələn qoxu Allah yanında ən hörmətli müşk ətrindən daha əzizdir. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, kim imanla və mükafatını Allahdan gözləyərək oruç tutarsa, onun keçmiş günahları bağışlanar. Keçmiş günahları bağışlanar. Əziz cəmaət, bu Ramazan ayının orucunun çox gözəl xüsusiyyətləri var. Hansı ki, elm əhli müəllimlərimiz hər dərs birinə toxunur. Qeyd edirlər ki, Ramazan ayı dua eləmək ayıdır. Ramazan ayı zikr eləmək ayıdır. Ramazan ayı yardımlaşmaq ayıdır. Ramazan ayı səbr ayıdır. Ramazan ayı Quran oxumaq ayıdır. Eləcə dəyərli qardaşlarım, bu Ramazanın içərisində bir dənə fəzilətli əməl var ki, Quranda və sünnədə onun savabı haqqında çoxlu sayda rəvayətlər gəlib. Baxmayaraq ki, hökmü sünnədir, müstəhəbdir. Yəni, eləməsən günah yoxdur, amma eləsən, böyük savablar, böyük mükafatlar var. Bu da, əziz qardaşlar, sahur haqqındadır. Hər Ramazanda, hər oruç tutanda qalxıb yediyimiz o başlanlıq yeməyi, sahur. Sahurun hökmü sünnədir. Yəni, onu eləyən zaman savab mükafat qazanırsan, birdən onu eləməsən günah yoxdur, orucun da qəbuldur. Amma eləsən, böyük savab, böyük mükafat qazanırsan. Allah Resulü Muhammed s.ə.v buyurur ki, təsahharu fə innə fis-sahuri barakatun. Sahur eləyin, qalxın. Orucdan qabaq yeyin için, həqiqətən də sahur eləməkdə bərəkət var. Bərəkət var, alimlər deyirlər ki, bir dini bərəkəti var. Dini yöndən bərəkət, savab mükafatın çox olur. Əlavə qatmadan savablar qazanırsan. 2, dünyəvi yöndən bərəkəti var. Həmin günü oruç tutanda gümrah olursan. Bədənin müqavimətli olur. Yəni, o başlanlığı yeməyəndə necə olur? Həmin günü zəif olur. Oruç tutmaq çətin gəlir, deyil mi? Amma o başdan yeyəndə, içəndə həmin günü bədənimiz gümrah olur. Bax, həm axirət günündən bərəkət, savab mükafatlar var, həm də dünyəvi yöndən bərəkət, canımız güclü, qüvvəli olur. Peyğəmbər s.ə.v buyurur ki, sahur eləyin, həqiqətən də sizin orucunuzla kitab əhlinin orucunun arasındakı fərq sahur eləməkdir. Kitab əhli, yəni Yahudi və xaçpərəstlər. Onlarda sahur yoxdur. Amma Peyğəmbər s.ə.v bizim orucumuzla onların orucunun arasındakı fərq sahur eləməkdir. Həmçinin insan sahur eləyəndə kitab əhlinə də müxalif əks olur. Onlara da müxalif əks olmaq savabdır, ibadətdir. Peyğəmbər sallallahu aleyhi və səlləm sahurun fəziləti haqqında söyləyir ki, bir qurtum su ilə belə olmuş olsa sahur edir. Yəni, heç nə olmasa belə, yaxud da hər şey var, amma iştahın yoxdur, toxsan. Heç olmasa bir qurtum su iç, ağzına bir xurma at, bir tikə nəsə ye, həmin o savabı, o bərəkəti götür sahur fəzilətin. Allah Resulü Muhammed sallallahu aleyhi və səlləm buyurur ki, Allah Teala özü və onun mələkləri sahur eləyənlərə salavat deyir. Allah Teala'nın özü və onun mələkləri
sahur eləyənlərə salavat deyir. Nə deməkdir bu hədisin mənası? Allah Taala'nın bir bəndəsinə salavat deməsi, yəni onu uca məqamlarda, uca dərgahlarda tərifləyir, onu mədh eləyir. İnsan sahur eləyəndə Allah Taala onu səma əhlinin yanında tərifləyir, onu mədh eləyir. Subhanallah. Mələklərin salavat deməsi, yəni onun üçün Allahdan bağışlanma istəyir. Yəni sən qalmısan məsələn saat 5-də. Azana qədər yeyirsən, içirsən, həmin o yarım saat, 45 dəqiqəlik vaxt Allah Taala səni tərifləyir səma əhlinin yanında. Mələklər sənin üçün Allahdan bağışlanma istəyir. Bu qədər əzəmətli bir ibadət. Sahur eləmək. Ona görə hər birimizin əziz qardaşları bu sahurdan payı və demək nəsibi olmalıdır. Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, sahur yeməyi bərəkətli, mübarək yeməkdir. Hətta səhabələrin qonaq çağırarmış. Gəl bərabər bu mübarək, bu bərəkətli yeməkdən yeyək. Sahurun vaxtı, əziz qardaşlarım, düz azan verilənə qədərdir. Azan verilənə qədər yeyib içə bilərsən. Bəzən görürsən ki, insanlar 5 dəqiqə, 10 dəqiqədən dayanır, yeməyi, içməyi, necə deyirlər, ağzını bağlayıb oturur. Bu düzgündür. Yaxşıdır ki, son dəqiqəyə qədər, son vaxta qədər yeyib içəsən. Hətta Peyğəmbər s.ə.v deyir ki, sən sahur eləyəndə, yemək yeyib içəndə, əlində stəkan, azan verilsə, azana baxma, ye, iç, qutar, ondan sonra oruca başla. Yemək yeyən yerdə, yeməyin ortasında azan verilir, boş qabındakını qutar, ondan sonra ağzını bağla, başla oruca. Yaxud da əlində iş gücü qutar, ağzını bağla, başla oruca, qardaşlarım. Və Peyğəmbər s.ə.v buyurur ki, siz iftarı tezləşdirib, yəni vaxtı girən kimi açsanız və sahuru da son saniyəsinə qədər, son ana qədər gecikdirsəniz, o qədər xeyir içərisində olacaqsınız. Xeyir içərisində olmaq, bərəkət, savab, Allahın tərifi, mələklərin sənin üçün bağışlanma istəməsi, hamısı bu mübarək yeməkdədir, cəm olub sahurda. Ona görə əziz cəmaət, özümüzü bundan məhrum eləməyək. İndi şübhəli fikirlər yayırlar, ay nə bilim, iftarda yedin, sahur eləməsin, o bir iftara qədər arıqlayarsan və s. Qardaş, arıqlamaq üçün 11 ay var. 11 ay var, Ramazanda dəymə, Ramazanda arıqlamaq istəmirəm. Mən sahurumu eləyirəm. Allah subhanət hala, mən onun bərəkətli buyurduğu işi eləyim, o özü bildiyi şəkildə mənim bədənimi vidə figuriyə formaya salacaq. Lazım deyir mənə. Əksinə görmüşük ki, sahur eləməyən insanlar gündüz vaxtı orucda bədən zəif olur, baş əsəbi olur, aydındır, dəqiqə başı vaxtı gözləyir və s. İbadətdə də zəif olur. Görürsən ki, çox yatır, Quran az oxuyur, meçidə gedib gəlmir və s. Amma sahur yeyən, içən adam bütün günü cümrah olur, hətta heç orucun hiss eləmir. Özümüzü bu xeyirli ibadətdən, əziz qardaşlarım, məhrum eləməyək və sünnə hədis inkarçılarının əksinə sahurumuzu saxlayaq və sahurumuzu Allahın izni ilə eləyək. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, sahur yeməyinin hamısı bərəkətdir. Onu tərk eləməyin. Bir qurtum su ilə belə olmuş olsa, sahur eləyin. Həqiqətən də Allah və onun mələkləri sahur eləyənlərə xeyir dua edirlər. Ona görə, əziz qardaşlarım, istədim ki, bu fəzilətli, bu xeyirli, mübarək əməli həm özümə, həm də hamımıza nəsiyyət edib xatırlayam. Sahur yeməyi. Peyğəmbər s.ə.v sünnəsidir. Onu yeyib içəndə savab mükafat qazanırsan. Bu yemək içməkdə bərəkət var. Bu yemək içmək, sahur yeməyi içməyi kitab əhlinə müxalif olmaqdır. Bu da savabdır. Bu sahuru yeyəndə Allah səni uca məqamlarda tərifləyir. Bu sahuru yeyəndə mələklər sənə salavat deyirlər. Mələklər sənin üçün Allahdan bağışlanma istəyirlər. Və bizlər bu sahuru elədiyimiz müddətcə xeyir, bərəkət, fayda üzərə olacaq. Allah Teala bizləri bu Ramazan ayının bütün xeyirlərindən, bütün faydalarından, bərəkətlərindən götürən qullarından etsin. Allah Subhanahu və Teala bugün 8-ci orucumuzu tutduq. Ya Rabbi, bu 8 gündə tutduğumuz orucları, etdiyimiz ibadətlərimizi bizdən qəbul et. Bizim bağışlanmağımıza, əfv olunmağımıza səbəb elə və qarşıdan qalan günləri də daha güclü, daha cümrah, daha da istəkli arzulu keçirməyi bizə
nəsib et. Bizə asanlaşdır. Çünki qardaşlarım, alimlər qeyd edirlər ki, insan görsən ki, Ramazanın əvvəlində yaxşı günahla başlayır, orucunu tutur, Quranını oxuyur, duasını içir, amma ortaya doğru yaxud axıra doğru gücdən düşür, həvəsdən düşür. Xeyr. Hələm Ramazanın çox savablı, çox fəzilətli vaxtları qabaqdadır. Bəlkə hələ bağışlanmamışıq, qalan 20 gün də bağışlanacaq. Hələm bəlkə cəhənnəm odundan xilas olmamışıq, qarşıdakı 20 gün də cəhənnəm odundan xilas olacaq. Ona görə daha istəkli, daha arzulu, elə bil ki, sabah Ramazanın birinci günüdür hələm. Hələm heç Ramazan girməyib, sabah Ramazana başlayırıq. İstəklə, arzu ilə, əziz qardaşlarım, şevqlə. Bax, bu şəkildə Ramazanı, ya Rabbi, tamamlamağı bizə nəsib elə. Allah Teala bu gözəl məclisi, bu gözəl süfrəni, Quran təşkil edən, çağıran, cəmaatı bir yerə toplayan insanlardan razı olsun, qardaşlardan razı olsun. Həm də əqiq məclisidir. Allah Teala bu qurbanı qəbul eləsin, o övladın salih olması səbəb eləsin, o atanın, o ailənin xeyir, bərəkət içərisində olmağa səbəb eləsin. Həmçinin əqiqdə fayda var ki, o övladdan xəstəliklər, bəla, müsibət, gözləmə, sehir, həsəd, paxıllıq yan keçib uzaqlaşır, elə bu qurbanı da o yolda səbəb eləsin. Allah Teala hamınızdan razı olsun. Uca Allah bizləri eşitib, başa düşüb, faydalanan və ən gözəlinə tabi olan qullarından etsin. Və sallallahu alə nəbiyyina Muhammed və alə alihi və sahbihi və səlləmə təslimən kəthira ilə yevmiddin.